Şirkət daxili əlaqələrlə bərabər şirkət xarici əlaqələrdə çox əhəmiyyətlidir. Öncəki videomuzda daxili əlaqələrlə bağlı geniş danışdıq. Xarici əlaqələrdə nələrə diqqət edilməlidir? Xarici əlaqələr şirkətin bəlkə də daxili əlaqələrdə baş verən uyğunsuzluqları bir şəkildə həll etmək olur, amma xarici əlaqələrdə olan qeyri-peşəkarlığın təsiri və neqativ əksi çox böyük hiss olunur şirkətdə. Nədir bu? Təsəvvür eləyək ki, bizim bir resepsiyon var və binanın içərisində əyləşib bir poçt xidmətinin əməkdaşı gətirir həmin xanıma, təqdim edir bu sənədi və sənəd Daxili İşlər Nazirliyinə təqdim olunubdur və yaxud da digər hansısa bir dövlət qurumundan. Orada hansısa bir sorğu var və 3 gün ərzində o sorğuya təcili geri dönülməlidir. Resepsiyon baxır, məktubu aça bilmir. Çünki bir prosedur yoxdur, açmalıdır, açmamalıdır, nətər olmalıdır bu iş. O düşünür ki, bu sənədlər mühasibatlığa verilməlidir və gətirib qoyur mühasibin stolunun üzərinə. Mühasib bunu açır, içini baxır, məktubu oxumağa çalışır. Orada tam prosesi anlaya bilmir. Şirkətdə də hüquqşünas yoxdur. Və o bunu gətirir, qoyur direktorun masasının üzərinə. Direktor da yerində yoxdur. Çıxır gəlir və direktor da gəlir, prosesə baxır, tam anlamır. Deyir, yəqin kimsə mənə məlumat verər, artıq gün gedir. Və 4-cü, 5-ci gün bu qurumlardan zənglər gəlir və artıq proses getdikcə böyüyür və şirkət rəhbəri çox həyəcanlı şəkildə o sənədin harda olduğunu axtarır və görür ki, stolun üstündədir. Artıq iş işdən keçib, gecikib, hansısa bir mənfi bir proses başlayıbdır. Burada nə oldu indi? Günah nədədir? Problem nədədir? Burada heç bir böyük bir problem yoxdur. Sadəcə olaraq şirkət xarici nə tipli sənədlər gələ bilər, bunların siyahısını çıxarmaq lazımdır. Bu şirkətin fəaliyyətini asılı olaraq dəyişə bilir. Resepsiyona bununla bağlı təlimat verilir. Təlimat çox sadə bir şəkildə qeyd olunur ki, sənəd açılır, üzəri oxunulur, filan qurumlardansa filan şəxsə, filan qurumlardansa filan şəxsə ötürülür. Ötürülmə vasitəsi necə olmalıdır? Bu sənəd kağız şəklində mi verilməlidir? PDF olunub elektron sənəd dövriyyəsi ilə mi getməlidir? Həmin şəxsi çağırtdırıb oradan mı təhvil vermək lazımdır? Yoxsa onun otağına gedib onu təhvil verib blanka mı imzalattırmaq lazımdır? Bu məsələlər müzakirə olunur orada. Tövsiyə etdiyimiz odur ki, proqram təminatı yoxdursa, həmin adam o sənədi, məktubun nömrəsini filan qeyd edir, bir blanka əli ilə aparır, o adamı tapır, canlı şəkildə ona təqdim edir, o kağıza imzatdırır. Bu ən köhnə, amma işlək metodlardan biridir. Ən azından bilinir ki, nəyi nə vaxt kimə verir. Və həmin şəxsdə məlumatda olur ki, o təlimatın digər bir bölümündə, onun öhdəliyində yazılır ki, məsələni araşdırmalı, onunla yaranan problemlər varsa, özünü aşan problemlərsə, rəhbərə dərhal təcili və təsirli formada məlumat ötürməlidir. Burada iki söz var. Təcili və təsirli. Məsələn, WhatsApp-da səs göndərmək təcili ola bilər. Amma bu adam onu açıb oxudumu, oxumadımı, oxuyanda nə başa düşdü, bunlar artıq sualdır. Təcilidir metod, amma təsirli deyil. Mail göndərirəm, təcilidir, amma təsirli olmaya bilər, anlamaya bilər, için açmaya bilər. Bəzi hallarda elə məsələlər var ki, yəni canlı şəkildə rəhbərə zəng etmək, onun yanına yaxınlaşmaq, o sənədi göstərmək, deadline-ı bildirmək, həlli yollarını bildirmək və dərhal lazımsa müəyyən bir toplantı edib adekvat cavab vermək lazımdır. Bu proses bizdə tənzimlənmirsə, o gələn sənədlərin böyük əksəriyyəti uçub gedəcək. Və yaxud da resepsiyona bir zəng gəlir, bir xarici ingiliscə danışır. Hər ingilis dilində eşitdiyin kəlməni satışa yönləndirmək məcburiyyətində deyilsiniz. Hər dövlət qurumundan gələn zəngi birbaşa olaraq hüquqşünasa ötürmək məcburiyyətində deyilsiniz. Yəni bunun detalı müəyyən olunmalıdır ki, hansı məsələ ilə bağlı müraciət olanda kimə yönləndirilməlidir və o yönləndirilən şəxsə də ayrıca olaraq təlim keçirilir ki, başa salınır ki, bu məsələlər sizə gələndə siz də bunu bu cür icra edəcəksiniz. Bu məlumatları toplayacaqsınız, bu şəkildə götürəcəksiniz. Əgər bir şirkətin içində bircə nəfər ingilis dilini bilən adam varsa, bu prosesləri onun üzərindən qurmaq olar. Resepsiyon yönləndirəcək ona, o emal edəcək. Əgər budursa bu ifadəni verməlidir, budursa bu ifadəni verməlidir və yaxud da gözlətdirməlidir, araşdırıb özü ona geri dönüş etməlidir. Yəni, hər şirkətdə bütün prosesləri bilən və ingilis dilini mükəmməl bilən təbii ki, adam tapmaq
mümkünsüzdür. Amma ən azından bir element belə varsa, sistemi onun mərkəzdə saxlamaqla bu şəkildə əlaqəli qurub şirkətin imicini səviyyəli bir formada göstərmək olar. Yoxsa reception götürür, yönləndirir bir şöbəyə, o şöbə başa düşmür, yönləndirir bu bir şöbəyə, sonra ümumiyyətlə kimsə trubkanı yerə qoyur və beləcə qarşı tərəf düşünür ki, bu şirkət necə bir şirkətdir. Dövlət qurumcusu artıq onun haqqında mənfi fikrə düşür. Xarici təşkilatdır, partnyordur, satış təmsilçiliyidir, hər nədirsə də artıq bizim haqqımızda mənfi bir emosiya və fikrə sahib oldu. Niyə? Sadə bir mexanizma qurub koordinasiyanı düzgün apara bilmədiyimizə görə.